Azerbaycan Cumhurbaşkanı İlham Aliyev 8 Kasım Zafer Günü konuşmasında Türkiye ve Cumhurbaşkanı Erdoğan'a özel bir bölüm ayırdı. Aliyev, Türkiye halkının Erdoğan'ın liderliğinde Azerbaycan'a her zaman destek olduğunu belirtti. Azerbaycan halkı bu kardeş desteğini hiç unutmayacak dedi. Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan ordusuna öz dəstəyini göstərirdi. Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı, hörmətli Prezident Erdoğan'ın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı Azərbaycan tək deyil, Türkiye Azərbaycanın yanındadır deməsi bütün dünyaya çok ciddi mesajıydı. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.